Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə İngilis dili 6-cı sinif dərsliyinin 103-cü səhifəsini paylaşacağım izahını. Deməli, baxırıq ilk öncə dərsimizin başlığına. Baxın, burada ən yuxarıda yazıb Clean New Kristen Volunteer Group. Deməli, New Kristonu təmizləmək. Bu da, yəni New Volunteer Group, yəni könüllü qrup, həmin qrupun adıdır. Clean New Kristen. Deməli, baxırıq daha sonra aşağıda. Do you want to make a difference to your community? Deyirsən, öz icmana, öz cəmiyyətində nəsə bir fərq yaratmaq istəyirsən. Daha sonra what can you do? Here are 3 ideas. Nələr edə bilərsən? Burada sənin üçün 3 ideya var. Join us on our clean-up events. Bizim təmizləmə aksiyalarımıza, tədbirlərimizə qoşul. Əmr cümləsidir. Donate, we need gloves and plastic bags, but remember, we only use recyclable plastic. Yəni, burada donate, yardım et, kömək et və yaxud da bizim deyir, plastik çantalara və əlcəklərə ehtiyacımız var. But remember, amma xatırla ki, yəni yadında qalsın ki, we only use recyclable plastic, yəni biz yalnızca yenidən emal edilə bilən plastikdən istifadə edirik. 3. Post photos of this poster on social media. Deməli, bu posteri, yəni bu şəkili sosial mediada paylaş. Daha sonra next yəni posterimiz də budur. Next clean up event Central Park, deməli 29 November at 9 AM to PM. Yəni növbəti təmizləmə aksiyamız Central Parkda noyabrın 29-u səhər saat 9-dan günorta saat 2-yə kimi keçiriləcəkdir. Burada da xəritədə onu New Kristen City həmin yeri də göstərirdi. Daha sonra our last clean up event in Grey Forest was a success. Deməli bizim axırıncı Grey Forestdəki təmizləmə aksiyamız çox uğurlu idi. 28 volunteers collected 120 packs of rubbish. Deməli deyir ki, 26 könüllü 120 çanta tullantı, yəni zibil yığdılar və 52% of rubbish collected went to be recycled. So we were all very happy. Deməli deyir ki, tullantının 52%, yığılmış olan tullantının 52% recycled, yenidən emala getdi. Beləliklə biz çox xoşbəxt idik. Everyone needs to help keep our community clean. Hər kəsin cəmiyyətimizi təmiz saxlamaq üçün köməyə ehtiyacı var. Daha sonra burada look, baxaq buna. Ways of talking to the reader, the imperative join us in our clean-up events. Deməli, yəni burada əmr cümləsini deyir. Əmr cümləsində yadınızda qalsın, birbaşa hərəkət bildirən sözlə başlayırıq cümləyə, yəni mübtəda yoxdur. Birbaşa hərəkət bildirən sözlə əmr cümləsini başlayanda belə cümlələrimiz olacaqdır, əmr cümləsi. Daha sonra baxıram birinci tapşırığımıza. Birinci tapşırığımızda deyir ki, Clean New Kristen is dedi ki, bu başlıq, bu adı derindi şəhərdə, məktəbdə yoxsa könüllü qrupudur. Əlbəttə ki, könüllü qrupuydu. Daha sonra the authors of the poster are from. Deməlidir, posterin müəllifləri hardan idi? New Kristen'dan idi. Həmçinin burada görürsünüz, yerini də yazıb xəritədə. Daha sonra the goal of the poster is to. Məqsədi nə idi bu şəklin? Invite people to help New Kristen. Yəni insanları dəvət eləməkdir ki, kömək eləsinlər New Kristen'u təmizləməyə. Daha sonra baxıram burada tapşırıq 2-yə. Deməli, bu da mətndən əlaqəlidir. Mətndəki başlıq nəyi demək istəyir? Shows who wrote the poster. Kim yazıb? Bu da həmin bu posteri onu göstərir. A question, sual nə demək istəyir? Sual invites people to read the rest of the poster. İnsanları posterin qalanını oxumağa təşviq edir, dəvət edir. Baxın, çünki nədir? Do you want to make a difference to your community? Sualımız budur. Daha sonra, yəni 2-də oldu, C-bəndi. 3-də a large image, böyük şəkil nəyə göstərir? Explains what people can do to help. Yəni insanlara deyir, necə kömək, explains what people can do. İnsanlar necə kömək edə bilərlər, onu izah edir. Deməli, a list presents a problem. List problemi göstərir, təqdim edir və sonda da a final line-a da evəndi qaldı. Tells people how to learn more. İnsanlara daha çox necə öyrənə bilərlərsə onu deyir. Daha sonra baxırıq 3-cü tapşırığımıza. 3-cü tapşırığımızda bizə deyir ki, yenə də yuxarıdakı yazıdan, tekstdən biz nə etməliyik? Bir you ilə olan sual seçməliyik və həmçinin əlavə 4 example tapmalıyıq əmr cümləsinə. İndi baxın uşaqlar, burada you ilə olan digər bir sualımız budur. What can you do? Sən nə edə bilərsən? Həmçinin əmr cümlələrinə baxaq. Əmr cümlələri burada bir join'dur. Qeyd eləmişəm izah eləyəndə. Donate, kömək et. Sonra remember, xatırla, yadında qalsın. Burada da post, şəkilləri post et. Düzdürmü? Paylaş, belə.
Daha sonra 4-də isə siz öz dəftərinizə təmizləmə aksiyası ilə bağlı bir poster hazırlamalısınız, problem haqqında yazmalısınız və həmin problem haqqında məlumat toplamalısınız və həmçinin posterin ilk versiyasını yazmalısınız və daha sonra həmin o yazdıqlarınızı exchange your poster with a partner, yəni sinif yoldaşlarınızla exchange dəyişib həmin başlıqlara, suallara, listə, həmçinin təsvirlərə bir-birinizlə müzakirə etməlisiniz. Bu qədər növbəti dərsimizdə növbəti səhifələrin də izahını paylaşacağam. Sağ olun.